Həzrəti Peyğəmbər bir-bir vacibatları verir, gəlir, keçir hara? Müstəhəbbata. Müstəhəbbatı öyrədir. Neyniyəcəksən? Axşam su içirsən, gedib oturan yerdə içməlisən. Dişini neynəməlisən? Fırçalamalısan. Nə bilim, dırnağı həftənin filan günündə tutmalısan. Bütün xırdalığına kimi deyib də Peyğəmbər, elədir. Bütün şəriətin o müstəhəbbatın xırdalığına kimi deyib. Bunu deyən Peyğəmbər, sənə dırnağı necə tutmaq lazımdır, onu öyrədən Peyğəmbər səni başsız qoydu, getdi. Belə bir Peyğəmbəriniz var sizin. Siz belə Peyğəmbər tanıyırsınız. Siz İslam aləmi, o ki deyir sizə Peyğəmbər vəsiyyət eləməyib, özündən sonra vəsi təyin eləməyib, özündən sonra vəli təyin eləməyib. Sizin tanıdığınız Peyğəmbər belə olub, dırnağa kimi danışıb, bu cəmaatı başsız qoyub gedib. Siz belə Peyğəmbər tanıyırsınız. Herkes qadir xummida Mevlanı görsə də, herkes qadir xummida Mevlanı görsə də, heç kim qəbul etmədi Mevla Əli olub.